Münasibətlərdən və ailədən danışdıq. İndiki cəmiyyətdə bir əsas mövzu da var ki, gənclər, ümumiyyətlə ailələr övlad dünyaya gətirmək istəmir. Bunun səbəbi nədir? Sırf fərd perspektivində mən düşünürəm uşaqlarda dəyər görmürlər, xüsusən qadınlar. Yəni uşağın dünyaya gətirilməsi sırf qadının seçimidir, nəinki kişinin seçimidir. Kişi hamilə edə bilərsiniz, amma siz gedib bunu abort edə bilərsiniz ya da xüsusi tabletkalar qəbul edərək uşağı doğum edə bilərsiniz. Bir çox araşdırmalar Azərbaycanda belə bir mif var, uşaq pulu verir, hamı doğar, amma bu işləmir. Yəni ki, Rusiyada verilir, böyük məbləğlər verilir, işləmir, Avropada verilir, işləmir. Qadınlar doğmur orada. Sırf nə var, pulun var. Bu individualistik, egoistik bir fəlsəfə gəldi də biz Avropadan, Qərbdən ki, mən bu gündən yaşayım, yalnız bu günümü düşünüm, nə edirəm növbəti nəsilləri düşünüm. Yəni bunun üzərindən qalib gəlmək çox çətindir. Hər bir uşaq dünyaya çoxlu gətirən cəmiyyətlərin analizinə baxsaq, kim bu günləri uşaq doğur da? Ortodoks yəhudilər, ortodoks xristianlar, müsəlman ölkələri və bir də patriarxal ölkələrdə patriarxal, yəni kişi-qadın qeyri-bərabərlik qalıb, yalnız orada doğulur. Dində aydındır, dində uşaq dəyərdir, ailə dəyərdir və çox uşaqlığı bütün üç din prinsipcə təbliğ edir. Yəni ki, onların bir missiyası var, vizyonu var, biz uşaq düzəltməliyik. Patriarxal ölkələrdə də aydındır ki, qadınlar kişilərin dediklərini eləyir, kişilərə nəslini ötürmək üçün uşaqlar lazım, onlar biznes qururlar, iş qururlar, bunu kiməsə ötürməliyəm də, sırf kişi egosundan çıxış edərək, qadınlar deyirlər ki, mən 4 uşaq istəyirəm, buyur elə ginən, qadınlar da onlardan asılı vəziyyətdədir, elə. Bütün bu normalardan çıxan bir dənə İsraildir, harada kişi-qadın bərabərliyi var. Misal üçün, İsraildə xanımlar da belə hərbi xidmətə gedir, səfərbərliyə qoşulur. Amma orada uşaqların sayı çoxdur. Amma onlarda da bir ideologiya var ki, bizdə 6 milyon yəhudini Almaniya qırıbdır, biz onları bərpa etməliyik. Bir millət olaraq biz tək qalmışıq, balaca bir daim olaraq düşmənlərin ətrafındayıq. Biz çoxalmalıyıq ki, biz onlara qarşı təzyiq göstərə bilək. Ona görə 3-4 dənə, minimum 3-4 dənə uşaqları var. Bəlkə hətta ortalama səhv etmirəmsə 3,65-də fertility rate, yəni hər 10 qadına 3,36 uşaq düşür. Bizdə 16-17 uşaqdır. Və onlar ideologiya ilə çıxış edirlər. Yəni ki, hər nədirsə, uşaqlar o cəmiyyətlərdə gedir ki, haradakı ideologiya var da, uşağı dəyər görəcək bir ideologiya var. Patriarxal ölkələrdə kişinin istəyidir, dində Allahın istəyidir, İsraildə də missiyadır. Azərbaycanda heç bir missiya yoxdur, heç bir yeni bir ideya, milli ideya yoxdur ki, hansı ki uşaqları bugün cavanlar üçün dəyərli edir. Heç kim üçün lazım deyirlər. Cəmiyyətin necə, iqtisadi göstəricilərin necə, buna təsir ola bilər? İqtisadi görə çox pis olacaqdır. Yəni ki, bütün iqtisadiyyat insanlar üçün yönəldilibdir. İnsanlar çoxaldıqca istehlak çoxalır, iqtisadiyyat böyüyür. Biz parklar salırıq, metrolar, yeni metro salırıq, yolları genişləndiririk, məktəblər tikirik. Kim üçün? Yəni ki, iqtisadiyyat üçün çox pisdir, amma siz heç bir cavana bugün bunu sübut edə bilməyəcəksiniz ki, iqtisadiyyat üçün bilirsən pisdir, ged uşaq düzəlt də. Yəni ki, bu zəif arqumentdir. Mən ona görə onu çox fokuslamıram. İnsanın əksəriyyətində dövlətçilik düşüncəsi yoxdur, burundan uzaq görmək bacarığı yoxdur. Ona görə bu arqumenti ki, bu dövlət üçün pisdir, sabah pensiya verə bilməyəcək sizə, metrolar boş qalacaq, bütün bu binalar boş qalacaq, məktəblər boş qalacaq, onların vecinə də deyil də. Mən bugün həyatımı yaşayıram, bu sizin probleminizdir, gedin özünüz həll edin.